Verilişin baş sponsoru Alman brendi Bosch. Verilişin sponsoru Coca-Cola. Salam dəyərli dostlar və mənim mətbəximi daimi izləyənlər. Yenə də evinizdə hazırlaya biləcəyiniz asan, tez və ləzzətli reseptləri paylaşmaq üçün sizinləyəm. Bugün də ənənəni pozmadan sizə əla menyu hazırlamışam. Və birinci yeməyim marinadlı pomidorlu kimçi. Ardıcə çox sevdiyim pendir dolğulu kotlet. Yanında kartof pürəsi qarniri ilə. Və sonda şirniyyatımız Esterhazy tortu. Hazırsanız ekrana yaxın oturun, başlayaq. Ən sevdiyim marinadlı pomidor hazırlayacağım dostlar. Ümumiyyətlə kimçini çox sevirəm. Əgər bilməyənlər varsa, bilməyənlər üçün deyim ki, kimçi Koreya mətbəxinin turşusudur. Əslində Çin kələmi ilə hazırlanır. Çox ləzzətli turşudur. Bugün biz bunu fərqli bir üsulda hazırlayacağıq. Pomidoru bu şəkildə marinad edəcəyik. Bunun üçün də bir ədəd soğan mənə lazımdır və bu soğanı incə-incə ilk öncə doğrayırıq. Yəni bunu əslində neynirlər? Bilirsiniz ki, Malakan kələmi də əslində belə hazırlanır. Yəni bir müddət qoyursan bunu turşuya, o da orada qıcqırma prosesi gedir. Yəni qıcqırır, fermentasiya edir və fermentasiya olur və o qıcqırma prosesi turşuluq verir. Bugün biz bu turşuluğu özümüz verəcəyik. Yəni qıcqırtmağa vaxtımız yoxdur. Onun üçün o turşuluğu sirkə vasitəsilə özümüz əlavə edəcəyik. İlk öncə neyinirik? Soğanı bacardığımız qədərilə incə doğrayırıq. Soğanın yanına əslində göy soğan da vurmaq istəyirəm ki, göy soğan fərqli ləzzətə malikdir və bizim bu turşunu fərqli bir nöqtəyə gətirib çıxardacaq. İlk öncə biz bunu soyduq əlbəttə ki, yaşıl hissələri ilə ağ hissələrini, bu cür dib hissələrini kəsirəm, ayırıram. Yəni bunları biz ortadan da kəsməliyik ki, biz bunu qarışdırdığımız zaman ortasında da bilirsiniz ki, su var, ləzzət var ki, bu da öz suyunu, öz ləzzətini ortaya çıxarsın. Dəhşət acı soğandır. Hani hiss edirəm acılığını hətta. Yəni bu çox gözəl ləzzət qatacaq bizim turşuya. Bu yaşıl hissələrdə bu şəkildə doğrayırıq. Hamısını birlikdə qatırıq qabımıza. Belə bir marul var, yəni Çin kələminin balaca hissəsi deyə bilərəm ki, yəni kağının bir növüdür əslində. Bunu da incə-incə bu şəkildə bir ədədini doğrayırıq. Və burada belə bir kökümüz var, çox yox. İlk öncə soyuruq. Yəni bunun 1/3 yetərli olacaq bizim turşuya. Və belə bir soyacağın başı var. Yəni başlığı ilə bunu incə-incə bura doğrayırıq. Tərəvəzləri doğradıq. Sırada keşniş var. Yəni keşnişi ümumiyyətlə turşuda çox sevirəm və bu turşuda da inanılmaz gözəl bir ləzzət qatacaq. Turşunun gözəl olması üçün, xüsusən də Asiya sayağı turşunun gözəl olması üçün nə lazımdır? Sarımsaq və zəncəfil. Bunların da ikisini sürtkəçim bu cür xırda gözündən heç yəni təmizləmədən, yəni sadəcə olaraq gözəl yuyuruq zəncəfili və qabığı ilə birlikdə aşağı yuxarı bir 5-6 qram yetərli olacaq. Həm acılıq verəcək, həm də sağlamlıqdır bilirsiniz zəncəfil. Yəni çox böyük faydası var. Bunu da əlavə edirik bu şəkildə.
sürtkeçten keçirərək. İstəsəz tamamını əlavə edə bilərsiniz. İstəsəz yarısı. Mən tamamını əlavə edəcəm. Çünki zəncəfili sevirəm. Xüsusi ləzzəti var və əlbəttə ki faydası boldur. Zəncəfilin tamamını sürtkeçdən keçirdik və 2 diş sarımsaq. Bunu da yenə də sürtkeçin xırda gözündən keçiririk. Tamamını əlimizlə qabımıza əlavə edirik. Və belə bir qaşıq lazımdır. Ədviyyatlar. Ədviyyatlardan da nə? Əlbəttə ki, paprika, biber, qırmızı. Həm rəng üçün, həm ləzzət üçün. Bir dolu yemək qaşıq kifayət eləyəcək. Kimçi bilirsiniz ki, acı olur. Onun üçün belə bir yemək qaşığı. Acı pul biber, küncüt, qovrulmuş. Aşağı yuxarı bir 2 yemək qaşığı. Və bunu yaxşıca ilk öncə neyinirik? Bu cür qarışdırırıq. Bilirsiniz ki, Asiya mətbəxində ümumiyyətlə şirini, duzlu, dadlar çox öndədir. Və onun üçün də nə etmək lazımdır dostlar? Yəni buna şəkər tozu qarışdırmaq lazımdır. Şəkər tozu da aşağı yuxarı 2 yemək qaşığı kifayət eləyəcək. Yeni qaşıq götürək. 2-3 yemək qaşıq əlavə eləyəcəm. Əlbəttə ki, tərəvəzinizə uyğun olaraq. Bu burada dursun. Və sıra gəldi çatdı souslara. Soya sos, duzluq vermək üçün aşağı yuxarı 2-3 yemək qaşığı. Küncüt yağı 1 yemək qaşığı kifayət eləyəcək. Və turşuluq vermək üçün alma sirkəsindən, üzüm sirkəsindən və yaxud da mənim kimi alma sirkəsindən istifadə edə bilərsiniz. Yəni düy sirkəsindən də istifadə edə bilərsiniz. Və bunların hamısını yaxşıca bu cür qarışdırırıq. Amma qarışdıranda, yəni əzişdirin ki, tərəvəzlər öz suyunu çıxarsın və mütləq dadına baxmalısınız. Yəni şirinin, duzlunun və o sirkənin turşuluğu bir arada orta bir ləzzət çıxmalıdır ortaya. Hamısının qarışmış. Küncüt yağının başqa, tərəvəzlərin də əlbəttə ki, suyu bura çıxacaq. Dəhşət bir şey çıxacaq ortaya. Əlbəttə ki, biraz zamanınız varsa, bunu uzun müddətli də hazırlaya bilərsiniz. Yəni hazırlayıb 3 gün, 4 gün soyucuda saxlasaz, pomidorlar çox ləzzətli olur o zaman. Marinatımız hazır, tərəvəzlərimiz hazır. Bunları qoyuruq bir kənara və pomidorları hazırlayaq artıq. 4 ədəd pomidor mənə tamamilə kifayət eləyir. Bunları qoyuruq yanımıza və belə bir qab götürürəm. Bu qabın içində marinat eləyəcəyik. Qapaqlı bir qabdır. Qapağını qoyuruq hələlik kənara. Bunların saplaqlarını çıxardırıq. Bu arada gördüyünüz kimi biraz iri pomidorlar seçdim ki, marinatı yaxşı canına çəksin. Biraz da ətli, sulu pomidorlardır. Bunların bu cür qapaqlarını kəsirik və çıxardırıq. Əlbəttə ki, xırda bıçaqla daha düzgün çıxardardıq. Bizim üçün önəmli olan pomidorların qapağını çıxardaq ki, həm də içində çox boşluq oluşsun ki, biz bunları onsuz da kəsəcəyik ki, içinə marinat yaxşıca dolsun. Bu şəkildə pomidorlarımızı kəsirik aşağı yuxarı axıra qədər. Görürsünüz, yəni bu cür aralayırıq və qoyuruq qabımıza. Eyni qaydada digər pomidorları da 4 yerə kəsirik. Bu şəkildə əlinizlə açırıq, qoyuruq qaba. Eyni qaydada bütün pomidorları. İlk öncə bu pomidorlarımızı dolduraq. Bu şəkildə içini hazırladığımız marinatdan doldururuq. Bilirsiniz ki, Azərbaycanlı olaraq nə tapdıq doldurmağı çox sevirik. Bugünkü hazırladığımız menyuya və yeməyə çox yaraşacaq bu turşu. Bu cür bol-bol qoyuruq. Pomidorların hər bir tərəfinə gəlsin. İndi nə edirik? Bunları sıxışdırırıq və 4-cü hazırladığımız pomidoru buraya yerləşdiririk. Yəni həm belə deyim də geniş qab bilərək götürmədim, kip qab götürdüm ki, pomidorlar burada sıxışsın,
marinatımız tam tamına bütün pomidorlara gelsin. Görürsünüz. Bu şekil. Üzerinde kalsın suyu. Her bir pomidora yersin. Ara sıra ne indiririk dostlar? Ara sıra eğer ki siz bunu 2 günlük, 3 günlük hazırlayacaqsınızsa, yani günde 2 dəfə açırsınız, suyu pomidorların üzerine gezdirirsiniz ve o zaman pomidorlar daha lezzetli olur. Görürsünüz, yani dolu dolu üzerlerine suyu geleceği şekilde doldurdu. Asiya mətbəxini sevənlər bu turşuya bayılacaqlar. Türklər demişkən, yani inanılmaz lezzetlidir. Bunu bağlayırıq bu şekilde ve gönderirik soyuducuya. Və sırada Esterhazy tortumuz var, şirniyyatımız. Bunun üçün də artıq, yəni korju hazırlamaq üçün ərzaqları hazırladım. Çiğ badam lazımdır mənə. Burada 200 qram çiğ badam var. Bunu ilk öncə yaxşıca blenderda üydürük. Ta ki toz halına gələnə qədər. Bu arada qeyd eləmək istəyirəm ki, bu tortumuzun korjuna, yəni heç bir ərzaqında, heç bir kremində, korjunda un istifadə etməyəcəyik. Sadəcə olaraq qarğıdalı nişastası, burada da 20 qram qarğıdalı nişastası var. Bunu da birbaşa əlavə edirəm qabıma və hamısı bir olsun deyə yaxşıca yenə də üydürük. Bu bizim əslində korjumuzu nə edəcək? Yəni tutacaq, tam istədiyim pis kimi qalınlıqda olsun. 200 qram qeyd etdiyim kimi çiğ badam və 20 qram nişastamız artıq üydüldü. Yaxşı-yaxşı bunu əlavə edirəm qabımıza. Bunu qoyuruq 200 qram şəkər tozunun yanına. Və burada 6 ədəd yumurtamız var. Sarısını ağından ayırırıq. Bu önəmli prosesdir dostlar. Önəmli olan nədir? 1 qram, yəni bir damcı sarısı belə ağına qarışmasın ki, biz ağdan bizi hazırlayacağıq ki, bizimiz məhv olmasın. Bunun üçün diqqətli bir şəkildə ağı sarısından ayırın. Biz əslində çox miqdarda elədiyimiz zaman, yəni əlbəttə ki, yaşa yerlərində, yəni çalışdığım oteldə, restoranlarda yumurtanı ayrı bir qaba eləyərdik. Çünki niyə? Yəni, düşünün 30 dənə, 40 dənə yumurta qırırsan, ayırırsan sarısını ağından, bir dənə xərab yumurta çıxsa və düşsə, təsəvvür edin ki, bütün yumurta atılması lazımdır. Onun üçün biz diqqət edərək, yəni çox titizliklə bu işi görürdük. Əlbəttə ki, belə yerlərdə çalışanlar məni gözəl başa düşər. Xüsusən də dondurma hazırladığımız zaman, pandispanya hazırladığımız zaman böyük miqdarlarda. Köməkçimi də gətirdim yanıma. Qeyd etdiyim kimi bizədən başlayırıq. İlk öncə nə edirik? Bir çimdik duzu və yumurtanı, 6 ədəd yumurtanın ağını göndəririk qabımıza. Yaxşıca bunu qabarana qədər ilk öncə qarışdırırıq. Əlbəttə ki, bir çimdik duzla. Altı ədəd yumurtamız yavaş-yavaş artıq gördüyünüz kimi qabarmağa başladı, köpüklənməyə başladı. 200 qram şəkər tozunu yavaş-yavaş əlavə edirik və yaxşıca çırpırıq. Eyni qarışımın içinə bir paket şəkər vanilini də əlavə edirəm ki, qoxusu gözəl olsun. Yumurtam burada çırpılana qədər 140 dərəcə sobanı açıram ki, isinsin. $3,9 litr həcmli boş mam seriya 5 mətbəx kombayını ilə artıq zəhmət çəkmədən istədiyiniz təamları hazırlaya bilərsiniz. Bu mətbəx robotu hər biri ayrı-ayrılıqda olmaqla çırpma, qarışdırma və yoğurma başlıqlarını özündə birləşdirir. Eyni zamanda həssas tərəzi ilə ərzaqlarınızın çəkisini rahatlıqla ölçə bilər və zaman sayğacı ilə də vaxtınızı daha da faydalı dəyərləndirə bilərsiniz. Həmçinin bu kombayn sıçratmanın qarşısını almaqla mətbəxinizin daima tərtəmiz qalmasını təmin edir. Qabyan maşında yuyula bilən aksesuarları sayəsində isə təmizlik çox rahatdır. Boş mətbəx kombaynlarını elə indi boshhome.com saytına keçid edərək və ya rəsmi distributorlardan da əldə edə bilərsiniz.
həyatı boş kimi yaşa. Demək olar ki, Esterhazy'nin tortun içliyi, yəni tortun korjları demək olar ki, hazırdır. Bunun üçün də biz yəni hazırladıq 200 qram şəkər tozu, 1 paket vanilin, 1 çimdik düz və 6 yumurtanın ağı. Bunu da 200 qram badəmlə və 20 qram nişasta ilə qarışdırırıq və öncədən 140 dərəcə sobanı isitdik. Ümumiyyətlə Esterhazy tortu bilməyənlər düşünürəm ki, yoxdur. Macaristanda, Avstriyada çox məşhur, bilinən bir tortdur və xüsusən də aralarında bilirsiniz ki, mübahisə gedir. Yəni kimindir bu resept? Bizim üçün ən önəmli nədir? Bu resept çox ləzzətlidir və biz bunu bugün hazırlayırıq. Və ən ləzzətli üslubla hazırlayırıq. Bu cür altdan yuxarı bezəmizə quru ərzaqları qarışdırdıq. Yaxşıca ki, həm havası getməsin, həm də yaxşı qarışsın. Tam da bu nöqtədə bunu qoyuruq kənara və belə sinirlər hazırlamışdım ölçü ilə. 5 korj əslində yetərli olacaq. Belə bir yuvarlağa yayırıq. Yəni belə bir trafaret hazırladım özümə, qəlib hazırladım. Yəni hər birinin içini düzgün bir şəkildə spatula ilə korjumuzu yerləşdiririk. Gördüyünüz kimi korjlarımız hazırdır. Bunun üçünü də göndəririk 140 dərəcədə isinmiş sobaya. 40 dəqiqəlik ki, orada bişsin. Tarixlərdə şöhrətin var, adın var sənin. Zəfər bayraqları Korjlarımız bişənə qədər biz boş dayanmayaq, kremin hazırlığına başlaya bilərik. Bunun üçün də əlbəttə ki, bişmiş krem hazırlayacağıq. Südü ilk öncə nə edirik? Qabımıza boşaldırıq. 350 mg süd və şəkər əvəzi qatılaşdırılmış süddən istifadə edəcəm. Burada da 200 qram qatılaşdırılmış süd var. Bunu da əlavə edirik qabımıza və ikisini yaxşıca ocağa qoyub isidirik. hər zaman bu yer üzündə sən ünvanım, sənin Qarışdıraq. Burada yavaş-yavaş isinənə qədər südlə qatılaşdırılmış süd. Biz boş dayanmayaq. Yumurtanın 6 ədəd istifadə elədiyimiz sarısının içinə şəkər vanilin 1 paket və 20 qram nişasta əlavə edib yaxşıca çırpıcı vasitəsilə qarışdırırıq. Bunun üçün də belə bir çırpıcı götürək və bunları yaxşıca qarışdıraq. Heç bir dənəcik qalmasın. Bunu qoyuruq biraz kənarda dursun. Və burada qovrulmuş badamımız var. 100 qram. İlk öncə bilirsiniz ki, korjda badam istifadə elədik. 200 qram qovrulmamış, yəni çiğ badam. Burada isə 100 qram qovrulmuş badam. Bunu da blenderdan yenə də üyüdürük. Gördüyünüz kimi kremi də çox rahatdır. Ordular diyarı Azərbaycanım. Əla, tam istədiyim kimi oldu. Önümüzü təmizləyək, yavaş-yavaş gözləyək ki, buradakı südümüzlə qatılaşdırılmış süd həll olunsun, biraz isinsin, qaynara düşsün. Belə bir qab götürdüm. Yəni hazırladığımız həm yumurtanın sarısı ilə nişastanı və şəkər vanilini bura əlavə edirəm. Biraz süd isindi, çox qaynara düşmədi, biraz qarışdırıram. Əslində ən önəmlisi nədir? İçindəki qatılaşdırılmış süd həll olunsun. Bunu əlavə edirəm qabımıza. Buradakı qalıqları da sıyırırıq. Həm südün biraz dərəcəsi düşür. Əlavə edirik bura. Yaxşıca qarışdırırıq. Bunların hamısını əlavə edirəm ki, yumurta sarısı bişməsin. Önəmli olan odur. Və nişasta əslində içində həll olunsun. Qatışdırdıqdan sonra bilirsiniz ki, duz önəmlidir. Bir çimdik duz ki, şirinin dadını önə çıxarsın. Və bunun hamısını yenə də boşaldırıq qabımıza.
Və bunu qoyuruq ocağa ki, yavaş-yavaş bişsin. Bişə-bişə də nişasta aktivləşsin və qatlaşsın. Durmadan qarışdırırıq. Ey vətən, ey duyğum, ey həyat. Tam da bu yerdə ocaqdan alırıq. Qoyuruq yanımıza. Yaxşıca qarışdırırıq. Sən mənim varlığım, ürəyim, canım. Min yaşa odlar diyarı. Tam da bu yerdə badamı da bura qarışdırırıq, toz badamı. Və bunların hamısını spatula vasitəsilə birləşdiririk. Qeyd etdiyim kimi 100 qram qovrulmuş toz badamı da blenderdan üyütdüm. Ya, qoxusuna baxın ey dostlar. Dəhşət. Həqiqətən əla bir qoxusu var. Əla kremi də badamla qarışdırdıq. Qoyaq kənarda biraz burada soyusun. Biz də yağı köpürtməyə başlayaq. Burada 250 qram kərə yağımız var otaq temperaturunda. Amma biraz sərt. Niyə sərt? Çünki biz bunu mikserlə köpürtmək lazımdır. Yəni ağarana qədər mikserlə çırpmaq lazımdır. Bunun üçün bir balaca sərtdir ki, əgər ki siz çalışsaz tam ərmiş yağı köpürtməyə alınmayacaq. Onun üçün də bu cür yavaş-yavaş başlayırıq bunu vurmağa. Bu arada çırpmadan qabaq sobanın səsi gəldi. Baxaq görək içindəki qorxlar nə vəziyyətdədir. Baxaq görək necə qurudu. Əla, tam istədiyim kimi qurudu. Bunlar soymalıdır. Onun üçün bunları qoyuruq. Burada dursun. Borç seriya 8 sobalarıyla istənilən təamı rahatlıqla hazırlayın. Avtopiloton ilə təcrid edilmiş bu sobalarda əvvəlcədən təyin edilmiş hazır bişirmə proqramları sizi əsl şefə çevirəcək. İnqridiyentləri hazırladıqdan sonra o müvafiq proqramdan birini seçin və yeməyin çəkisini əlavə edin. Borç sobası avtomatik olaraq geri qalan hər şeyi müəyyən etsin. Sizə isə sobadan hazır yeməyi çıxarmaq qalsın. Borç sobalarını elə indi borchhome.com saytını keçid edərək və ya resmi distributorlardan da əldə edə bilərsiniz. Həyatı borç kimi yaşa. Dostlar, bəzən sizdən gələn suallar var ki, məsələn bu cür korz hazırladığınız zaman və yaxud da bizə hazırladığınız zaman sizinki bir balaca nəm qalır. Ola bilər belə bir şey. Mənim sobadan gördüyünüz kimi, yəni bir balaca çox az nəm çıxdı. Yəni çox yüngül. Biraz da qurutdum mən bunu ki, kənarda da qalıb dincəlməlidir, tam soyumalıdır ki, baxın, yavaş-yavaş quruyacaq və bişirmə kağızından rahat çıxacaq. Bu burada soyuyana qədər biz dayanmadan qeyd etdiyim kimi kərə yağını köpürtməyə başlayaq. Biraz da şəkər tozu alım yanıma ki, biz bunu qabardacağıq şəkər tozu ilə bərabər. Çox az, aşağı yuxarı bir 50-60 qram. İlk öncə başlayırıq kərə yağını vurmaqdan. Gördüyünüz kimi kərə yağı həm ağardı, həm həcmdə çoxaldı. Yəni kərə yağını hava ilə doldurduq. Bir balaca şəkər tozu əlavə eləyərək qeyd etdiyim kimi aşağı yuxarı 50 qram. Artıq buradakı kremimiz də soyudu, artıq ilığdı. Bunu da əlavə edirik və kərə yağına bu kremi yaxşıca qarışdırırıq. Diqqətli olun, biraz gözləyin ki soyusun. Kremimiz kərə yağını əritməsin. Bizə əridilmiş kərə yağı lazım deyil. Yaxşıca qarışdırırıq. Əla, kremimiz də hazırdır. Əlbəttə ki, bunu streçlə bağlayırıq və göndəririk soyuducuya ki, orada özünü tutsun. Dadına da baxdım bu arada. Dadı da əladır. Tam istədiyim kimi oldu. Bu arada nə inirsə, yəni krem olsun, yemək olsun, mütləq dadına baxın. Bunu göndərirəm soyuducuya, özünü tutsun. Biz də yavaş-yavaş qanaja hazırlayaq. Qanaj eləmək lazımdır. Bunu da bilirsiniz ki, su hovuzunda eləyirik. Belə bir balaca qazan qoydum, içini biraz su ilə doldururam. Altını açdıq. İlk öncə ağ şokoladı əritmək lazımdır. Bunu da bura yerləşdirirəm və artıq sıra gəldi çatdı. Yavaş-yavaş soyuyan korjlarımızı çıxartmağa. Bunun üçün də
belə bir spatula götürürük, diqqətli bir şəkildə altdan bu şəkildə eləyərək korjlarımızı ayırırıq. Nazanda sevgilim yadıma düştün. Gördüyünüz kimi bütün korjları çıxartdıq. Belə bir qaba bunu süsləyəcəyik, bəzəyəcəyik və artıq kremimiz də istədiyim kimi soyumuş olması lazımdır. Biraz kremdən bura əlavə edeyim ki, korjumuz sürüşməsin. Və başlayırıq tortumuzu yığmağa. Esterhaiser'in ilk qatını qoyduq. Ondan sonra köməkçi bir qaşıq götürüm. Bu arada qanacım üçün şokolad artıq orada əriyir yavaş-yavaş. Onu da unutmamışam. Yavaş-yavaş spatula vasitəsilə kremimizi yayırıq. Sevgilim yadıma düştün. Böbrektin iskilim yadıma düştün. Nazanda sevgilim yadıma düştün. Və sonuncu qatımızı da tərs qoyaq ki, düz dursun. Və indi nə indirik? İndi hər bir yana gələn şəkildə, bu şəkildə kremimizi əlavə eləyirik. Mən son nəfəsdə ey ceyrana baxışlım, ey boyu bəstə. Gördüyünüz kimi kremi hər tərəfinə çəkdik. İndi sıra gəldi, çatdı bunun böyrünə. Belə bir filə badam var. Yəni bu badamı nə indirik? Hər bir tortun kənarlarına gələcək şəkildə bu cür vururuq. Nazanda sevgilim yadıma düştün. Əla, badamları da gördüyünüz kimi yapışdırdıq kənara. İndi sıra gəldi, çatdı hazırladığımız qanaja. Qanajın altını biraz bağlayıram. Ağ şokoladı yanıma alıram. Tam istədiyim kimi əridi və buna qaymaq əlavə edirəm. Aşağı yuxarı 40 qram. Və birlikdə bunları qarışdırıram. Və bu qarışımı nə edirik? Əlavə edirik tortun üzərinə. Və bilirsiniz ki, Esterhaiser'in çox gözəl bir görüntüsü var. Yəni hörümçək toruna bənzəyən. Bunu da alındırmaq üçün şokoladımızı qoyuruq bura ərisin. Altını yenə də açırıq. Şokolad əriyir və bunu sıxma torbasına yerləşdirmək lazımdır. Əgər tək mətbəxdəsə, yəni sizə bir ipucu vereyim. Yəni sıxma torbasını bu şəkildə qaba yerləşdirərək özünüzə kömək eləyə bilərsiniz. Artıq şokoladımız da burada əriyir. Altını bağlayıram. Çox incə kəsiyirik. Minimum şokolad buradan axa bilsin. Və tor şəkli vermək üçün şokoladı bu cür sıxırıq. Belə bir diş çöpü götürürük və bu diş çöpü vasitəsilə bu şəkildə ortadan gətirərək və işə doğru bu cür bir görüntü veririk. Tam Esterhaiser tortunun görüntüsü. Bunu göndəririk soyuducuya ki, orada özünü tutsun, ta ki biz pendirli kotleti bişirənə qədər. Şirniyyatımız da hazır, atışdırmalığımız da hazır. Sıra gəldi çatdı əsas yeməyə. Əsas yeməyin də kartofun qoyaq. Bilirsiniz ki, qarnir kartof pürəsidir. Kartof pürəsi üçün də belə bir qazan götürmüşdüm. Bunun içinə yerləşəcək şəkildə kartofumuzu kəsirik xırda-xırda.
çalışıram kəsim. Xırda deyəndə ki, orta boy xırda. Üç-dörd nəfərə yetdik. Bir yeməyi hazırlayırıq. Hətta 5 nəfərə belə kifayət eləyəcək qədər. Əslində kartof pürəsidir. Qazanımıza qoyuruq. Suyumuzu doldururuq və qoyuruq bişməyə. Kartof pürəni qapağında bağlayırıq. Burada yavaş-yavaş pişənə qədər biz də artıq küftənin hazırlığına keçə bilərik. Burada aşağı-yuxarı bir 400 qram dana ətimiz var və 100-150 qram da yağlı quzu ətimiz var. Bunların ikisini qarışdıracağıq biz. Artıq qarışdırmışam. Biraz bayat çörəyi götürdüm. Biraz su ilə bunu isladım. Aşağı-yuxarı bir 2-3 yemək qaşıq südlə kifayət eləyəcək. Yarım dənə soğan blenderımıza buraxırıq. Və 2 diş sarımsaq. Bu ətə kifayət eləyəcək. Və bunu yaxşıca blenderdan çəkirik. Ta ki, pürə halına gələnə qədər. Tam pürə halına gətirdik. Böyük qaba boşaldaq bunu ki, burada çırpmağa rahat olsun. Bunların hamısını qarışdıracağıq çünki. Ətimizi də bura əlavə eləyirik. Və az öncə ıslatdığımız südlə çörəyi də bura əlavə eləyirəm. Ədviyyatlarını buraq, duzunu və istiotunu. Biraz istəsəz sarı kök də əlavə eləyə bilərsiniz. Yeməyi qaşığı hətta yarımdan belə az, yəni bir çay qaşığı deyə bilərəm. Sarı kök, bir yemək qaşığından biraz az duz və bir çay qaşığı istiot. Əlcəkləri giydik, ətimizi yaxşıca qarışdırırıq. Ədviyyat, çörək, süd, soğan, sarımsaq bir-birinə yaxşıca qarışsın. Verilişin başında qeyd etdiyim kimi içi dolğulu, yəni pendirli küftə olacaq bu. Yəni bunun üçün də yaxşıca əti vurmaq lazımdır ki, küftənin içinə pendiri doldurduğumuz üçün pendir içindən aşmasın, daşmasın, tökülməsin deyə bunu yaxşıca çırpırıq. Yəni döyürük. Ətimiz hazırdır, qoyuruq kənara və cheddar pendirimiz var. Bunu da sürkəçdən, böyük gözdən keçiririk ki, küftənin arasına qoyduğumuz pendir budur. İstəsəz kaşar pendir də qoya bilərsiniz. Yəni bu zövq məsələsidir. Mən cheddar sevdiyim üçün bilirsiniz ki, çox istifadə edirəm cheddar pendirini. Yəni onun xüsusi özünə xas olan ləzzəti var, dadı var. Burada aşağı yuxarı bir 200 qram pendir var, 200-250 qram pendir var. Yəni bu mənim köftəm, hazırladığım köftəyə tamamı ilə yetəcək. Cheddar pendirimiz hazırdır, süzgəcdən keçirdim, ətimiz də hazırdır. Sıra gəldi çatdı küftəmizi formalaşdırmağa. Bizə lazımı qədər ət götürürük. Yəni aşağı yuxarı bir, belə deyim də 100 qram kifayət eləyəcək. Bunu neyinirik? Görürsünüz? Əlimizlə biraz çətindir, amma streçlə rahat-rahat küftəmizi açırıq. İncə, istədiyimiz incəlikdə. Bu da sizin üçün bir tüy olsun. Biraz pendir qoyuruq. Şu pendir qoyduqdan sonra bağlayırıq bu şəkil. Və yenə də əlimizlə küftəni formalaşdırırıq. Gördüyünüz kimi küftəni bu şəkildə formalaşdırdıq. Yəni bütün əteyi bu şəkildə küftə halına gətirəcəyik. Hər bir şeyimiz hazırdır demək olar ki, dostlar. Sadəcə olaraq küftəni də qızardaq, püremizi hazırlayaq
süfrəni yavaş-yavaş düzək. Yadında mı öten günler? Hem çoğalır hem azalır bizimizde, alnımızda o illerden izler kalır. Gelesizim keçelleri ya da salak döne döne öten güne gün çatar mı? Çalasan da günü güne. Dostlar, gəldik bugünkü verilişimizin də sonuna və önümdə düzülən ləzzətli görsənən yeməklərin dadımına ilk bismillah deyib başlayıram. Kimçi pomidordan, yəni kimçi turşusundan, pomidordan, yəni buradan bir parça kəssəm məncə kifayət eləyəcəyi bu pomidoru tamamını bu cür doğrayıram. Bütün də masaya verə bilərsə əslində, amma mənim üçün bütün çox olacaq. Onun üçün bir parça pomidor götürürəm. Vay 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 vay, bu gözəlliyə baxın. Biraz da həm kimçisindən, həm suyundan götürürük. Kimçi nədir bilməyənlər üçün Koreya turşusudur əslində, kələmdən hazırlanır və gördüyünüz kimi biz bunun tez versiyasını hazırladıq. Biraz sirkə əlavə elədik. Qeyd etdiyim kimi bu əslində öz belə deyim də fermentasiya prosesində turşuluq verməlidir. Amma mən buna sirkə əlavə eləyərək aşağı yuxarı bir neçə saatda bunu hazır elədim. Baxa görə dadı necə oldu? Küncüt əlavə elədim. Küncüt yağı əlavə elədim. Soya sos, biraz şəkər, sirkə və əlbəttə ki tərəvəzlər. Xüsusən də soya sos buna duzluluq verdi. Yəni sirkə bir balaca turşuluq verdi. Tərəvəzlərin öz dadı, zəncəfilin dadı yəni dəhşət bir şeydir. Mən qabımı dəyişdirdim. Yəni kartof püresi ilə vay 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 vay. Ən sevdiyim qarnirlardan biridir. Və əlbəttə ki kotletdən də içi pendir dolğulu belə bir küftə hazırladım. Baxa görək içindəki pendir. Görürsünüz. Əməlli başlı bol pendirli. Çox gözəl bir küftə. Baxa görə necə oldu. Həqiqətən dostlar, çox xoşbəxtlik üçün nə lazımdır? Belə bir pendir dolğulu kotlet, yanında pambıq kimi püresi, daha da ləzzətli olması üçün buz kimi Coca-Cola tam da yerinə düşər. Dolmalarımızın ətrafında keçirdiyimiz hər an həyatımıza yepyeni duyğular gətirir. Ailə üzvlərini süfrə arxasına toplayan dəyişilməz dadı isə illərdir Coca-Cola'dır. Coca-Cola məhsul çeşidləri hər zövqü oxşayaraq kiçikdən böyüyərək hər kəsin sevimlisinə çevrilir. Hər zaman süfrələrimizin qonağı olub, hər kəsin ürəyinə yol tapan bu məşhur dadla siz də özünüzü və yaxınlarınızı sevindirin. Süfrələrinizi Coca-Cola ilə bəzəyin. Çünki əsl möcüzələr Coca-Cola ilə başlayır. Sırada Esterhazy tortu var. Əslində sizə deyim ki, bugün verilişimizin yəni tamına 190-cı bölümüdür, efirə çıxır. Yəni bunun üçün də belə bir tort hazırladıq. Əslində ad günü deməyim, amma özü də bir yubileydir də. Yəni 190 veriliş aşağı yuxarı 4-cü ildir ki, artıq biz sizinlə bərabərik. Hər birinizə dəstəyiniz üçün buradan çox təşəkkür edirəm və bu Esterhazy tortunu sizlə bölüşərək kəsirəm. Baxaq görək necə oldu. Vay vay vay. Buna baxın. Pambıq kimi. İndi mən sizə bunun qatlarını göstəreyim. Gözəlliyi görürsünüz. Vay 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 vay. Həqiqətən korjlar da çox gözəl, krem də çox gözəl. Baxaq görək dadı necədir.
Yəni bu bir gündə dolabda qalsam, yəni soyuducuda heç qalmaz. Sizə deyim ki, hələ isti-isti bunu yeyib bitirəcəklər, çünki çox dadlıdır. Dəhşət bir şeydir. Bu resepti qeyd edeyim, özünüzə evdə pişirin. Xüsusən də sevdiklərinizlə paylaşın. Sizə çox minnətdar olacaqlar. Bu reseptləri yenə də sizlər üçün hər zaman olduğu kimi sevgimi qataraq mən Ramin Şef hazırladım. Ənənəvi olaraq bu və buna bənzər bir çox reseptləri görüb izləmək və öyrənmək istəsəz, o zaman buyurun elə indi keçin YouTube və Instagram səhifəmə. Əlbəttə ki, hər həftə yeni reseptləri qaçırmaq istəmirsinizsə, səhifələrə abunə olmağı da unutmayın. Tam da bu yerdə sizinlə xudahafizləşirəm. Gələn həftəyədək Uca Allah sizləri qorusun, ruhunuzu, bərəkətiniz bol olsun, gününüz ləzzətli olsun. Yadındamı öten günler, qəm çoxalır, ömr azalır, üstümüzdə, alnımızda, o illərdən izlər qalır. Gələsizim keçənləri yada salaq dönə-dönə, ötən günə gün çatarmı, calasan da günü günə. Verilişin baş sponsoru Alman brendi Bosch. Verilişin sponsoru Coca-Cola.